Baxıram birinci suala. Deməli, birinci sualda nədir? 2 bucaq 30-dan rom ilə kvadratın sahələri bərabərdir. Romun perimetrin kvadratın perimetrin nisbətini tapın. Romun tərəfinə A desək, onda sahəsi S bərabərdir A kvadratı sinus alfa. Və buradan perimetri olacaq 4 rom üçün. P1 yazaq. Və 2 bucaqda 30 dərəcəliyə S bərabərdir A kvadratı sinus 30. O da bərabərdir olacaq 2-də 1 A kvadrat. Yəni sinus 30-da 2-də 1. İndi keçək kvadrat üçün. Kvadratın da sahəsi bərabərdir. Buna da S yazıram. Kvadratın tərəfi B olsun. Onda sahəsi B kvadratı, perimetri də olsun 4B. Sahələr bərabərdir. Yəni 2-də 1 A kvadrat bərabərdir B kvadratına. Onda A bərabər olur kök 2 B-yə. Və perimetrlərin nisbətini istəyir. Yəni 4A-nın 4B-yə nisbəti 4 dərəcədir. Yəni rombun perimetrin kvadratın perimetrinə 4A-nın 4B-yə nisbətini dediyi üçün A-nın da yəni kök 2B qoysaq, B-lər də gedir, qalır kök 2-nin 1-ə nisbəti, yəni Y variantı. Keçirəm ikinci suala. İkinci sualda deyir ki, ABCD paralleloqramının BD diaqonalı çəkirəm. ABCD paralleloqramının BD diaqonalı DC tərəflə 60 dərəcə bucaq əmrə gətirir. Diaqonal 6 kök 3-dür. DC tərəfi 6-dır. Paralleloqramın sahəsini soruşur. Bunun üçün nə edərəm? Üçbucağın sahəsini taparam. Yəni hansı üçbucağın? BDC üçbucağının. Çünki BDC üçbucağının iki tərəf onlar arasındakı bucağı verilib deyə biz bunun sahəsini tapsaq 2 vur 6 kök 3 vur 6 vur sinus 60 dərəcə. Buradan da olacaq ki 2-də 1 vur 6 kök 3 vurulsun 6 vur sinus 60 kök 3 bölü 2. Bu da eləyir 27. Deməli, bura 27-dirsə bu üçbucağın sahəsi, onda bu tərəfdə 27-dir. Onda paralleloqramın sahəsi, yəni S paralleloqram olacaq 54. Üçüncü suala baxıram. Üçüncü sualda nədir? Paralleloqramın tərəfləri 4 və 6, onun kiçik hündürlüyü 3 varsa böyük hündürlüyünü tapın. Paralleloqram üçün yazmışdıq A vur H-a bərabərdir B vur HB. Biz bilirik ki, kiçik tərəfə böyük hündürlük, böyük tərəfə də kiçik hündürlük çəkilir. Onun üçün paralleloqram tərəfi böyük tərəfi 6 deyə bu tərəfə kiçik hündürlük, yəni 3 bərabərdir. Kiçik tərəfi 4-dür deyə bu tərəfə də böyük hündürlük çəkilir. Onda da HB bərabərdir 18 bölü 4 olacaq 4 onda 5, yəni B variantı 3-cü sualda. 4-cü sualda bununla eyni deyə yazmayacağam. Keçirəm 5-ci suala. 5-ci sualda deyir, tərəfi 21 olan, tərəfi 21 hündürlüyü isə 14 olan rom ilə eyni sahələ kvadrat. Rombun sahəsi tərəfi 21 və hündürlüyü veribsə, S romb yazıram. S romb bərabərdir A vur H-a, o da bərabərdir 21 vur 14-ə. Və eyni sahələ, onda S kvadrat bərabərdir A kvadratına. Bunun tərəfinə B deyək. Olsun B kvadratı. Onda B kvadratı bərabərdir 21 vur 14-ə. Sahələr bərabər olduğu üçün bərabərləşdirdik. Onda kvadratın tərəfi də kök altda 21 vur 14. Bu da 21-i 3 vur 7. 14-i 2 vur 7 kimi yazsaq 7 çıxır kök altda 6. C variantı. Keçirəm 6-cı suala. 6-cı sualda nə deyir? Deyək ki, tərəfi 2 olan kvadratın iştiqlənmiş hissəsini x ilə ifadə edin. Deməli, ümumi uzunluq 2-dirsə, bu tərəf 2-dirsə, bu tərəf 2 minus x, 2 minus x. Bu da kvadratdır. İştiqlənmiş hissəni tapmaq üçün S' bərabərdir S kvadratdan çıxaram 2 dənə S üçbucağı, yəni 2 dənə düzbucaqlı üçbucağın sahəsinin bu hissələri. Kvadratın tərəfi 2 deyə sahəsi 4-dür. 2 vur 3 bucaqda, düzbucaqlı üçbucaqlı. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısı ilə hesablanır. Burada 2-lər gedir. 4 çıxılsın. 4 plus 2x, 4'lər islah olunur, qalır 2x, yəni B variantı. 7-ci sualda bununla eyni tipli də yazmıram. Keçirəm 8-ci suala. Tərəfi 26, hündürlüyü 10 üçün rom ilə eyni sahələ kvadratın tərəfini tapın. Bu da elə 5-ci sualdan eyni deyə yazmıram. Keçək 9-cu suala. 9-cu sualda deyir ki, paralleloqramın sahəsi 24, böyük tərəfi isə 6-dır. Onun kiçik hündürlüyünü tapın. Biz bilirik kiçik hündürlük böyük tərəfə çəkilir. Yəni A vur H-a bərabərdir 24. Bu sahə düzünə istifadə etsək, böyük tərəfi 6-dır, bu tərəfə kiçik hündürlük çəkilir, bərabərdir 24-də, onda H kiçik hündürlüyü bərabərdir 4 olacaq, yəni B variantı 9-da. 10-cu sualda bununla eynidir, keçirəm 11-ci suala. Tərəfi 12, körbucaq 150 rombun sahəsini tapın, S bərabərdir A kvadratı sinus alfa düzünə istifadə etsək, tərəfi 12-də 12-nin kvadratı vur sinus 150 dərəcə, 150 dərəcə ilə 30 dərəcə eyni bərabər olduğu üçün 12-nin kvadratı 144 vur sinus 150-də də sinus 30-un qiymətinə bərabərdir. Yəni 2-də 1-ə bərabərdir. Bu da eləyəcək 72 A variantı. Deməli 12 də bundan eyni tipli sualda. Keçirəm 13-cü suala. 13-cü sualda deyək ki, tərəfi A, sahəsi A kvadrat bölgən rombun iti bucağını tapın.
Romun sahəsi a kvadrat sinus alfa ilə hesablanır. Tərəfi a olan üçün sahəsi deyir a kvadrat bölü 2-dir. Bərabərdir a kvadrat sinus alfaya. Buradan a kvadrat da ixtisar gedir. Sinus alfa bərabərdir 2-də 1-dirsə, alfa 2-də 1 30 dərəcə və 150 dərəcədə bizə iti bucaq soruşduğuna görə 30 dərəcəni götürəcəyik. Yəni C variantı. Keçirəm 15-ci suala. Romun tərəfi ilə onun diaqonallarının həndəsi ortasıdır. Romun tərəfi onun diaqonallarının həndəsi ortasıdır. Yəni demək istəyir ki, tərəfi A diaqonallarının həndəsi ortasıdır. Daha doğrusu həndəsi ortasıdır. Yəni kök altda D1 vur D2-yə. Romun iti bucağını tapın, alfa çıx sual. İndi baxaq. Romun tərəfi onun diaqonallarının həndəsi ortasıdır. Başlayaq bunu yazmağa. Deməli, iti bucaq bizdən bucağı soruşdu. Bir yazıram a kvadratı sinus alfa. Bir də s bərabərdir 2-də 1, D1, D2 üsulundan istifadə edək. Sahələr bərabərləşsəm a kvadratı sinus alfa bərabərdir 2-də 1, D1, D2-yə. Buradan, deməli, bu şəkildə. İndi buradan mən nə edərəm? D1, D2-nin kvadratı yüksəlsəm, yəni kökü kvadratı yüksəlsəm olur a kvadratına. D1, D2-nin yerinə də gətirib a kvadratı yazsam, bərabərdir 2-də 1, a kvadrat. A kvadratda ixtisar gedir. Sinus alfa 2-də 1-dirsə, alfa olacaq 30 dərəcə. Və olur Y variantı. Keçirəm 16-cı suala. 16-cı sualda deyir ki, bucaqların nisbəti 1,5 olan tərəfi A olduğunu bilərək romun sahəsini tapın. Bucaqların nisbəti 1-in 5-ədirsə 6K bərabərdir 180-ə, K bərabərdir 30-a. Demək, bucağın biri 30-dur, biri də 150 olur. 1K 30, 5K 150 oldu. Və bizə ki, romun sahəsi S bərabərdir A kvadratı sinus alfa. Alfa yerinə də, yəni bucağın biri 30, biri 150-dirsə sinus 30 yazalım. Buradan da 2-də 1 A kvadratı. Sinus 30-da 2-də 1 olduğu üçün, yəni D variantı. Keçirəm 17-ci suala. 17-ci sualda nədir? Deyir, hündürlüklər 3 və 4 perimetr 28-ə bərabər polioqramın sahəsini tapın. Yazıram. Polioqramın hündürlükləri verilibsə, hündürlüklərlə tərəfin uyğun düsturu A vur. Deməli, A vur 3 bərabərdir B vur 4 şəklində yazıram. Polioqramı burada bir dənə çəkək, ən azından. Deməli, bu bir hündürlüyü, bu da ikinci hündürlüyü olsun. Deməli, bu 3 olan hündürlüyü olsun, bu da 4 olan hündürlüyü. Onda bura A olsun, burada B. Çünki 3 A'ya çəkilib, 4 də B'yə çəkilsin. Perimetr 28-dir, yəni A plus B onda olacaq 14. Buradan baxırıq ki, A'mız 4K, B'miz 3K olur. Yerinə yazsaq, 7K 14-dirsə, K 2-dir. K 2-dirsə, onda A 8, B 6. Bizə nəyə soruşur? Sahəsi. Sahəsi də A vur. H-dan istifadə eləsəm, A neçədir? 8-dir. A 8-dir. A tərəfindən çəkilən hündürlüyümüz də 3-dür. Olacaq 24. Bu da 17-ci sual idi. İndi keçək 18-ci suala. Polioqramın tərəfi A və B sahəsi isə polioqramın iti bucağını soruşur. Polioqramın tərəfi A və B sahəsi AB sinus alfa düsturundan hesablanır. Bu bərabərdir kök 2A və 2 bölü 2 AB-yə. Buradan AB-lər islah olunsa sinus alfa bərabərdir kök 2 bölü 2-yə. Alfa bərabər olur 45 dərəcəyə. Kök 2 bölü 2-nə 45 dərəcəyə. Keçirəm 19-cu suala. 19-cu sualda da polioqramı çəkək. Deyir ki, polioqramda A, B, C-dir. AB 6, AC 8, AC 8. Deyirsə, D təpəsindən AB tərəfinə qədər məsafə 7-dir. D təpəsindən AB tərəfinə qədər məsafə də 7-dir. Aha. AC diaqonalının D təpəsindən AC diaqonalına qədər olan məsafəni soruşur. D təpəsindən AC diaqonalına qədər olan məsafəni soruşur. Burada yazıram, burada X. Deməli, bizə deyir ki, D təpəsində AB tərəfinə qədər məsafə 8. Onda biz bilirik, polioqramın sahəsini tapa bilərəm. A vur H-a. A-mız 6, A tərəfinə çəkilən hündürlüyümüz 8, olur 48. Polioqramın sahəsi 48. Sonra bizim əlimizdə nə var? Bizim əlimizdə AC diaqonalının uzunluğu var. AC diaqonalının... Yox, burada səhv yazdım. Bir dəqiqə. Deməli, burada deyir ki, D təpəsindən AB tərəfinə qədər məsafə 7-dir. Onda 6 vur 7 olacaq 42. Sonra AC diaqonalının uzunluğu 8-dir. Onda yazıram. S 3 bucaq ACD bərabərdir. ACD-nin oturacağı 8, həmin oturacağı çəkilən hündürlüyü X bölü 2. Bu ACD-nin sahəsini verir, bu deyil 4X. Biz bilirik ki, polioqramın sahəsi 2-dən 3 bucaqdan ibarətdir. Yəni, polioqramın sahəsi 42-dirsə, onda 3 bucağın sahəsi 21 olsa. 21 bərabər 4X-a, X də bərabərdir 21 bölü 4-ə. Deməli,
Bu şəkil. 21 bölü 4. Keçirəm 20-ci sualda. Eyni bu sualdan da yazmıram. 21-ci sualı yazıram. 21-ci sual nədir? M nöqtəsinin ABCD paralleloqramının ABCD paralleloqramını çəkək. A, B, C, D. M nöqtəsinin ABCD paralleloqramının AB tərəfinə qədər AM 18, M nöqtəsi ABCD paralleloqramının AB tərəfi üzərinə. Deməli, burada bir M nöqtəsi qeyd edirəm. AM 18, BM 14. Burada bir M nöqtəsi var. Olan 2 hissəyə bölür. AMD üçbucağını, AMD üçbucağın sahəsi 126-dır. Bu üçbucağın sahəsi 126-dır. Olarsa CBD üçbucağının sahəsini tapın deyir. Burada yazıram X. İndi baxıram birinci nəyə? Birinci baxıram bu ABD üçbucağına. ABD üçbucağında 18 olan tərəf 126-sa 14 olan tərəfə bir Y yazıram. Yəni 18-ə 126-dırsa sahə, 14-ə də Y yazıram. Buradan Y bərabərdir 126 vur 14 böl 18. Bu eləyir, demək, 18, 9-a ixtisar gedir 2, 9-a ixtisar gedir 1, 4. Bu 1, bu 7. O da eləyir ki, 98. Deməli, Y olan tərəfdə oldu 98. Y olan tərəfdə oldu 98. İndi buradan baxsaq ki, biz bilirik ki, paralleloqramın diagonalı onun sahəsi 2 bərabər üçbucağa ayırır. Yəni, SABD-nin sahəsi bərabərdir SBDC-nin sahəsinə. O da bərabərdir 126 üstəgəl 98-ə. O da bərabərdir 4, 2, 224 D variantı. Baxıram. Deməli, 21-də oldu. 22-ci sualda, bundan eyni sualda 23-cü suala baxıram. Keçək 23-cü suala. 23-cü sualda nə deyir? M nöqtəsi ABCD yenə eyni tipli sualdır, amma baxaq. A, B, C, D. Deyir ki, bizə M nöqtəsi ABCD paralleloqramının AB tərəfi üzərində də AM-in MB-yə nisbəti 2-nin üstə nisbəti, yəni 2K, 3K yazıram. AM-də üçbucağın sahəsi 24-dürsə, paralleloqramın sahəsini tapın. Buradan da yenə BD diagonalında çəkirəm. AMD-nin sahəsi 24-dür. Bura 24-dür. Onda bura X yazıram. 2K-ya 24-dürsə, 3K-ya da X-dir. X-in sahəsini tapsam, deməli 3K vur 24 böl 2K. K-lar gedir 12, 36. Deməli, X olan 36-dır. Yəni, bizim MBD-miz 36-dır. Onda yenə bayaqki kimi S üçbucaq ABD-nin sahəsi olur 24 plus 36, yəni 60. Onda S paralleloqramda bunun 2 misli, yəni 120. A variantı. Deməli, 24-cü sual A variantı oldu. Keçirəm 25-ci sualda. 25-ci sualda nə deyir? Rombun perimetrinin diagonalları cəminə olan nisbəti. Rombun perimetrinin, yəni rombun perimetri 4A'nın, onun diagonallarının cəminə olan nisbəti kök 3-dür. Onun itibucağını tapın, alfanı tapın. Yenə burada yəqin ki, sahə istifadə edəcəm. D1 yazıram. Necə yazacaq? Deməli, yaza bilərək ki, rombun perimetri 10 diagonalların cəminə nisbəti itibucağını tapın. Yazıram A kvadratı sinus alfa. Bu bir sahə düsturu bərabərdir 2D1, D1, D2. Bu şəkildə yazdıq. Sonra bundan istifadə edək. D1, D2-ni ailə ifadə edək. İndi yazıram. Digər tərəfdən 4A kvadratı bərabərdir D1-in kvadratı üstəgəl D2-nin kvadratına. Buradan da 4A kvadrat. Buradan da yazıram ki, deməli, D1 üstəgəl 4A kvadrat. Buradan 4A'nı tapsam 4A bərabərlik kök 3 vurulsun D1 üstəgəl D2. Gətirib yerinə yazıram düsturda. Deməli, 4A kvadrat bərabərlik D1-in kvadrat üstəgəl D2-in kvadrat. Romb üçün düstur edin. 4A'nı yenə bunu yazsam. Kök 3 vurulsun D1 üstəgəl D2-nin kvadratı. Bərabər D1-in kvadrat üstəgəl D2-nin kvadratına. Baxın ki, burada nəsə çıxmasa dəyişir. 3 vur D1-in kvadrat üstəgəl D2-nin kvadratı. Üstəgəl 2D1, D2. Bu yolumuz uzun gedir. Ona görə bu hissədən silirəm. Bu hissədən silirəm bir də yazsam. Deməli, bunu kvadratı yüksəldirəm. Ən yaxşısı. Yəni, bunu kvadratı yüksəldir. Olur 16A kvadratı bölünsün. D1-in kvadratı üstəgəl D2-in kvadratı üstəgəl 2D1, D2 bərabərdir 3-ə.
Aha, sonra digər tərəfdən 4a kvadratı bərabərdir d1-in kvadratı üstəgəl d2-nin kvadratına. Bunun yerinə də demək yazıram 4a kvadrat. 16a kvadratı bölünsün 4a kvadratı üstəgəl 2d1 d2 bərabərdir 3-ə. Çarpaz şəkildə vururam. Çarpaz şəkildə vursam, onda olur 16a kvadratı bərabərdir 12a kvadratı üstəgəlsin 6d1 d2. Buradan da 6d1 d2 bərabərdir 16a kvadrat 12a kvadrat 4a kvadratına. Deməli, mən yazıram. d1 d2-ni tapsam, d1 d2 də bərabərdir 4a kvadratı böl 6. Gətirib bu düsturda yerinə yazıram. A kvadratı sinus alfa bərabərdir 2-dən 1. d1 d2-ni yerinə yazıram 4a kvadratı böl 6. A kvadratlar gedir. Sinus alfada nəyə bərabərdir? Sinus alfa bərabərdir 6, 12-də 4, o deyir 3-də 1. Sinus alfa 3-də 1 isə alfa da olur arc sinus 3-də 1. Yəni D variantı. Keçək 26-cı suala. 26-cı sualda nə deyir? Sahəsi 6 diaqonala uzunluqla cəmi 8 olan ümumi tərəfini tapın. Sahəsi 6, yəni 2-də 1, d1, d2 bərabərdir 6-dırsa, d1, d2 bərabərdir 12. Və diaqonal uzunluqları cəmi d1 üstəgəl d2 bərabərdir 8-dirsə, ümumi tərəfini tapın. A-nı tapın. İndi bunu kvadrata yüksəldirəm. d1-in kvadratı üstəgəl d2-nin kvadratı 2d1, d2 bərabərdir 64. Buradan da d1-in kvadratı üstəgəl d2-nin kvadratı üstəgəl 2d1, d2, d1, d2 yenə 12 yazsaq, 2-ni 12-yə vuranda 24 bərabərdir 64. Amma d1-in kvadratı üstəgəl d2-nin kvadratı bərabərdir 40-a. d1-in kvadratı üstəgəl d2-nin kvadratı nəyə bərabərdir? 4a kvadratına bərabərdir. Bərabərdir 40-a, yəni 4a kvadrat bərabərdir d1 kvadrat üstəgəl d2-nin kvadratına. Onda a kvadrat bərabərdir 10-a. Roman tərəfi doğru kök 10. Yəni A variantı. 27-də buna nə idi yazmıram, keçirəm 28-ci suala. Deməli, 28-də. Romun diaqonalları 3 və 4 ədədləri mütənasibdir. Yəni yazıram, D1 olsun 3K, D2 olsun 4K. Və deyir ki, romun sahəsi 150 olarsa kiçik diaqonal tapın. 150 bərabərdir 2-də 1, D1, D2-yə. D1, D2-yə. Buradan da 300 bərabərdir, 2-ni çarpaz vurdum. D1-in yerinə 3K, D2-in yerinə 4K. Onda 12K kvadrat bərabərdir 300-ə. K kvadrat da bərabərdir 25-ə. K da olur 5. K 5-dirsə, K 5-də kiçik diaqonalını tapın, olacaq 15. 28-də də cavab 15. Keçirəm 29-cu suala. 29. Deyir ki, tərəfi 10 diaqonal 3 olan romun sahəsini tapın. Tərəfi 10 deməli. Diaqonal nisbəti 3K, 4K, D1 3K, D2 olsun 4K. Tərəfi də 10. Romun sahəsini tapın. Diaqonalını tapaq, sonra sahəni tapın. Yazıram 4a kvadratı bərabərdir D1-in kvadratı üstəgəl D2-nin kvadratına. 4 vurulsun A-nın yenə 10, onun kvadratı 100 bərabərdir. D1-in kvadratı 9K kvadrat üstəgəl D2-nin kvadratı 16K kvadrat. Buradan da 25K kvadrat bərabərdir 400-ə. K kvadrat bərabərdir. Deməli, 16-ya K bərabərdir 4-ə. K 4-sə D1-imiz olur 3K-da 12, D2-miz də 4K-da 16. S-imiz də 2-də 1, D1, D2. Yəni 2-də 1 vur, 12 vur, 16. O 1, 6 eləyəcək 96. 30-cu sualda yazmıram, ona görə keçirəm 31-ci suala. 31-ci sualda da sahəsi 6 kök 3 olan ABCD poleqramında, yəni S poleqramın sahəsi 6 kök 3. AB tərəfi ABCD. Deyir, AB tərəfi 2 kök 3. BAC bucağı 30 dərəcə. AC diaqonalını tap. Deməli, necə yazıram? Əgər poleqramın sahəsi 6 kök 3-dürsə, onda SABC üçbucağın sahəsi olur 3 kök 3 yarısı. Üçbucağın da 2 tərəf var. Onlar sınıfı bucaq düsturuna görə, yəni 3 kök 3 bərabər nəyə sahə düsturu? 2-də 1. Vurulsun AB tərəfi, yəni 2 kök 3. Vurulsun AC tərəfi x, vurulsun sinus 30 dərəcə. Buradan da 2-lər gedir, kök 3-lər gedir. 3 bərabərdir x vur sinus 30-da 2-də 1. X də bərabərdir 6-ya. Bu delədə 6. Keçirəm 32-ci suala. Demək, 32-ci sualda iki tərəfi 4 olan romun diaqonallarının fərqinin modulu 6 olarsa, diaqonallarının tərəfi 4, A4 və romun diaqonalları fərqinin modulu D1 çıx D2 bərabərdə 6 olarsa, romun sahəsini tapın.
Deməli, diaqonallar tapıb sahə düsturu ilə yaza bilərik. Çünki tərəflə yazsaq, bizə bucaq da lazımdır. Bucaq verilmədiyi üçün S bərabərdir 2-də 1, D1, D2 düsturundan istifadə edəcəyik. Bunu əvəzləmələr aparıb tapaq. Bu modul olan hər tərəfini kvadrata yüksəldirəm. Olur onda D1-in kvadratı üstə gəl D2-nin kvadratı. Çıxılsın 2D1, D2 bərabərdir 36-ya. D1 kvadratı D2 kvadratın yerinə də 4A kvadratı yazıram düstur əsasən. Çıx 2D1, D2 bərabərdir 36-ya. 4 vur A-mızın yerinə 4 yazsaq 4-ün kvadratı çıx 2D1, D2 bərabərdir 36-ya. Buradan da D1, D2-ni tapsam 16 vur 4. 64 çıx 36 deməli böl 2. Olacaq 18. 28 bölü 2 14. D1, D2 14-dürsə, onda S də bərabərdir 2-də 1, D1, D2, o da bərabərdir 2-də 1 vur 14, olacaq 7. Bu şəkildə 32-ci sualda da 7 tapdıq. Keçirəm 33-cü suala. 33-cü sualda deyək ki, sahəsi 48 olan ABCD poleqramının, sahəsi 48 olan ABCD poleqramının A, B, C, D. A və B bucaqlarının tənbələnlər DC tərəf üzərində M nöqtəsində kəsişir. DC tərəf üzərində və M nöqtəsində kəsişir. Onda bura düz bucaq olur. Tənbələnləri olduğu üçün. İndi baxaq nə? Deyir ki, A, M, C, D. A, M, C, B. A, M, C, B 4 bucaqlısının sahəsini tap. Baxaq belə. Poleqramın sahəsi 48-dir. Poleqramın deməli sahəsi 48-dirsə, onda 3 bucağın sahəsi olacaq necə? Burada deməli bu üçbucağın sahəsi demişdik poleqramın sahəsinin yarısıdır. Yəni bura 24-dür. Və bu tənbələn olduğuna görə, tənbələnlərin kəsişmə nöqtəsi tərəf üzərində olduğuna görə onda 48 çıx 24 bərabərdir 24-də. Yəni bu üçbucaq BCD bərabərdir SADM-ə. Bunların sahəsi niyə bir-birinə bərabərdir? Tənbələnlər olduğuna görə, yəni BM ilə AM tənbələn olduğuna görə burada yaranan sahələr bərabər olur. Yəni 2x üstə gəl 24 bərabərdir 48-ə, x bərabərdir 12-yə. X da 12-dirsə 24 ilə 12-ni cəmi eləyəcək 36. 34-cü sualda, bu sualdan da ona görə bunu da yazmıram. Keçirəm 35-ci suala. 35-ci sualda deyir ki, şəklini çəkəcəm birinci. Şəklini çəkdim. Şəklini çəkəndən sonra baxın indi. Burada bizə deyir ki, KM 6-dır və bu da tənböləndir. Belə bir qayda yada saxlayaq. Əgər KD tənböləndirsə, K tərəfindən DC tərəfinə qədər məsafə 6-dırsa, onda K tərəfindən AD tərəfinə qədər olan məsafə də olacaq 6. Və bizə nə deyir? SAKD. SAKD-ni necə tapırıq biz? Tərəf, yəni AD tərəf vur hündürlük böl 2. Bunun sahəsini verib 54. Burada da onda AD tərəfi olacaq 54 isə bölsə 18. AD 18, onda BC də 18-dir. Bunu da bildik. Keçirəm 37-ci suala. 37-ci sualdakı ki, perimetri 12, körbucaq təpəsinin çəkilən hündürlükləri poleqram iti bucağın yaxşı şəklini çəkək, sonra yazaq. Körbucaq təpəsinin çəkilən hündürlükləri çəkirik. A, B, C, D. Bu H, bu K. Nə deyir? Deyir ki, perimetri 12-dir. Yəni A plus B-miz onda 6 olsun. Bura A tərəf olsun, bura da B tərəf. Körbucaq təpəsinin çəkilən hündürlükləri kök 3 və 2 kök 3-dür. Biz bilirik ki, böyük tərəfə kiçik hündürlük çəkilir. Yəni B tərəfindən onu çəkilən kök 3-dür. A tərəfindən çəkilən də olacaq 2 kök 3. İndi baxaq. Sahə düzünü istifadə etsək, B vurulsun kök 3 bərabər ilə A vurulsun 2 kök 3-ə. Kök 3-lər gedir. B bərabər olur 2A-ya. B olur 2A. Gətirib burada da yerinə yazsaq B-nin yerinə 2A. A üstə gəl. 2A bərabərdir 6-ya. 3A 6-dırsa A olur 2. A 2-dir. A2-dirsə, deməli, B-miz də A-mız da 2-dir. A-nın yerinə yazıram 2. Bu 2-dirsə, onda. Pifagora görə yazıram. Pifagora görə. Və yaxud da alfa yazıram. Sinüs alfa nəyə bərabərdir? ABH üçbucağında, düz bucaqlı üçbucağında. Sinüs alfa bərabərdir. Qarşıdakı qatilin hipotenuza nisbəti. Onda alfa da kök 3 bölü 2 alır 60 dərəcədə. Yəni 37-də də olacaq 60 dərəcə. 38 də bundan nə edir? Keçirəm 39-cu sualı. 39-cu. ABCD baxın şəkil var, yoxdur. Deyir ki, ABCD poleqramının yazıram A, B, C, D. ABCD poleqramının A bucağının tənböləni BC tərəfini K nöqtəsində kəsir.
BC tərəfini K nöqtəsində kəsir. Bucağı 30 dərəcədir. Təmbələn olduğuna görə 15-15-ə böləcək. KC 6-dır. KC 6 və AKCD trapesiyasının orta xətti 13-dür. Olarsa poliqramın sahəsini tap. Bunun orta xətti orta xətti 13 olarsa yazıram. 13 olarsa poliqramın sahəsini tapın. Bura bir x yazıram. Orta xətt necə tapılır? 13 bərabərdir 6 plus x bölü 2-yə. Onda x olur 20. Deməli poliqramın böyük oturacağı 20-dir. Sonra onda 6, 20, bura düşür 14. Burada təmbölən olanda, bura 15-də, burada 15-dir. Çarpazlığa görə, yəni z tərəfi. 15, 15. Onda ABK bu tərəfi də 15-dir. ABK bərabər yoluna burada 14-dür. Poliqramın sahəsi AB sinus alfəni hesablayarıq. A tərəfimiz 14-dür, B tərəfimiz 20-dir, bucağımız da 30 dərəcədir. Buradan da 14 vur, 20 vur, sinus 30-da 2-də 1. Bu ne? 140. 39'da da oldu 140. Bu da eyni sualda 41-ci suala keçirəm. 41-ci sualda poliqram hündürlükləri 6 kökçə 8, onlar arasındakı bucaq sahəsini hesablayın. Baxaq. Yazıram A, B, C, D. B təpəsindən bir A, D tərəfinə, bir də digər tərəfə hündürlük çəkirəm. H olsun, burada K olsun. Və bizə deyək ki, hündürlükləri 6 kök 3 və 8, onlar arasındakı bucaq 60-dır. Bu bucaq 60 dərəcə. 60, 90, 90 da bura 120 olur. Yəni K, B, HD 3 bucaq, HD 4 bucaq sənəsinə 120. Bura 120, onda bura 2 bucaq 60-dır. 60, 90, onda bura 30. ABK-da. Hündürlüklərin biri 6 kök 3-dür, biri də 8-dir. Onda eyni qayda burada 60, burada 30. Birinci baxıram nəyə? Birinci baxıram ABK üçbucağına. ABK üçbucağında 60-ın qarşısındakı 6 kök 3-dürsə, onda 30-un qarşısında olur 6. Və 90 qarşısındakı da olur 12. Aha, oldu 12. Sonra nə baxıram? Sonra baxıram ki, deməli, digər tərəfdən BHC üçbucağına 60-ın qarşısındakı 8-dirsə, onda 30-un qarşısındakı 8 bölü kök 3 olacaq. Və 90 qarşısındakı da onda 16 bölü kök 3. Yəni BC-miz də olacaq 16 bölü kök 3. Və AB-miz də 12. Aradakı bucaq da 6. 60 daha doğrusu. Onda S bərabərdir. A vur B sinus alfa. Buradan A tərəfimiz 12, B tərəfimiz 16 bölü kök 3. Sinus alfamıza, yəni sinus 60. Tərəflər, onlar arasındakı bucaq. Sinus 60-da da kök 3 bölü 2-dir. Kök 3-də getdi, bu 1, bu 8, bu deyir 96. 41-də də 96. Baxaq, 42-ci sual. Keçirəm 42-ci suala. Deyək ki, şəkildə ABCD poliqramın AB tərəfi üzərində Y nöqtəsi D və C təpələrlə birləşdirilib. S1, S2, S3 olan poliqram bölündüyü ADY, DYC və CYB üçbucağın sahələridir. S1-in S2-yə nisbəti 1-3-ə nisbətidir. Yəni K, 3K və S3-də 12 olarsa. Biz bilirik ki, ortadakı üçbucağın sahəsi bərabərdir digər ikisinin cəminə, yəni K-nın 12-nin cəminə. Buradan 2K bərabərdir 12-yə, K bərabərdir 6-ya. K6 isə S2, S2-də 3K idi. O da 3 vur 6 olacaq 18. Bu da bu şəkildə. 43-də bundan eynidir. Keçirəm 44-cü suala. Perimetr 24, iti bucaq 30 olan ABCD poliqram bir tərəfinə pişik bucaqların təmbölənləri. Bunu çəkək. Deyir ki, bir tərəfinə pişik bucaqların təmbölənləri qarşı yüz tərəf üzərində kəsişir. Bu yenə təmbölənlər bir tərəf üzərində kəsişirsə, onda nə demişdik? Demək, perimetr 24 isə A, B. Yəni A üstə gəl B, onda olur 12. İti bucaq 30 dərəcədirsə. Alfamız da 30 dərəcədirsə. Deyir ki, poliqramın sahəsini tap. Biz onda nə demişdik? Bura 90 dərəcə olur. Düzdür. Olacaq 90 dərəcə. Aha. Və bura x-da, burada x olur. Təmbələn olanda sahələr bərabər olur. Onda burada 2x olurdu. Bu şəkildə. Yazıram. S bərabərdir AB sinus alfaya. Sinus alfaya. Bir dənə baxaq. Burada şəkli bir dənə dəyişim. Şəkli bu şəkildə çəkmək
Daha düzgün olmaz. Düzgün şəkildə belə çəkə bilərik. Yəni bu şəkil daha düzgündür. Yazıram A, B, C, D. Yəni B və bir tərəfi pişik bucaqlar B və C-dir. Bunun təmələnləri adi tərəf üzərində kəsir. Burada bir K yazıram. Təmələnlərin kəsməkdə 90 dərəcə. Təmələn olduğundan alfa yazıram, beta yazıram. Və burada çarpazlığa görə BC tərəfi AD-yə paraleldir. BK da kəsən olduğuna görə çarpazlığa görə bura alfa, eyni qaydada bu tərəf beta olur. ABK üçbucağı ilə KCD üçbucağı bərabər yanlıdır. Əgər bura A-dırsa, burada A-dır. AB A-dırsa CD-də A-dır, onda bu tərəfdə A olur. Onda BC tərəfi doğru 2A. Və bizə də nə vermişdi? Deyirdi cəmi 12-dir. Yəni A üstəcə 2A bərabərdir 12-dirsə A olur 4. Tərəfi 4. Tərəfi 4. Onda AD tərəfi doğru 8. 2 olduğuna görə. Aradakı bucaqda 30-sa sahəsi AB sinus 30. O da A-mız 4, B-miz 8, sinus 30 2-də 1. Bu deyəcək 16. Deməli 16. Keçirəm 45-də. Bundan eyni tipli sualdır. Və 46-cı sual. Çəkək rombu. A, B, C, D. Sahədə 110 ABC-də rombun belli diaqonal üzərində götürmüş nöqtədən rombun B tərəfinə qədər məsafə. Buradan AB tərəfinə qədər olan məsafə 4. AD tərəfinə qədər olan məsafə 6-dır. Bu heç uyğun gəlmədi amma. Bir dəqiqə. Bura 4. Bu AD tərəfinə qədər məsafə 6. Bu 6, bura 4. Burada bir nə yazıq? K yazıq. Burada K var. Bunda bir P eləyək. Burada O nöqtəsi olsun. Bu rombun perimetrini tapın deyir. Sahəsi 110-dursa, onda SABD üçbucağının da sahəsi olur 55. 110 yarısı 55. Və biz baxanda nə görürük? ABD üçbucağı bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda biz demişdik ki, tərəfə çəkilən perpendikulyarların cəmi bizə hündürlüyü verir. Bərabərdir ona. Yəni hansı hündürlüyü? ABD üçbucağının B-də oturacaq olsun. Oturacaqdan digər yan tərəflərə qədər. Baxın, burada ABD bərabər yanlı üçbucaqdır. Yəni AB tərəfi də bir AD-sə, AD tərəfinə də bir AD-sə bərabər yanlı üçbucaq olur və B-də oturacaq olur. Oturacaqdan da biz demişdik yan tərəflərə qədər olan məsafələrin cəmi hündürlüyü verir və hansı hündürlük? Yan tərəfə çəkilən hündürlük. Yəni hər hansı bir yan tərəfə çəkilən hündürlüyü. Məsəl üçün bir dəqiqə buranı silin bir də. Məsəl üçün bir DF hündürlüyü. Oturacağın təpəsindən yan tərəfə çəkilən hündürlüyü verir, DF hündürlüyü. Və bu üçbucağın sahəsində necə tapılır? Üçbucağın sahəsini tapmaq üçün yan tərəfi, yəni AB tərəfi vur həmin tərəfə çəkilən hündürlük DF böl 2 bərabərdir 55-ə. Burada da AB tərəfini bilmirik, rombun tərəfidir. Vur DF hündürlüyü 10-dur. Böl 2 bərabərdir 55-ə. Onda buradan da AB olur 11. AB olur 11. Deməli, rombun tərəfi 11-dir. Onda perimetrini soruşursa, P də bərabər olur 4A-ya. Yəni 4 vur 11 bərabərdir 44. O da belə. Baxıram. Deməli, 47-ci suala. 47-ci sualda deyir ki, uyğunluğu müəyyən edən basit polyaqramda AY tənbölən CF perpendikulyardır AF-ə, AB 5, AD 12 olarsa. Bura 5, bura 12. Bunu çəkək biraz geri. 5, 12 olarsa. Sonra nə deyir? AF də 15 olarsa. AF 15 olarsa. Birinci bizə nəyi soruşur? AB-yi üçbucağın sahəsi. AB-yi üçbucağında AY tənböləndir. AY tənböləndirsə yazıram. Alfa, alfa. Onda burada alfa olur. Onda B7 5 olur. SAB-yə necə tapılır? SAB-yə körbucaqlı üçbucaqdır. Oturacağı 5-dir. Oturacağı çəkilən hündürlük ilə 15-ə bərabərdir. 15 böl 2. Bu da eləyir. Deməli 5 AB-yə bir saniyə AB-yə AF yox, mən səhv baxdım. Bir dəqiqə verilənləri səhv qeyd elədim. Burada nə idi? Burada AB 5 idi. AD 12. Buradan bura qədər məsafə 12. AF məsafəsi 15. Onda burada üst düşür. Və AB-nin sahəsini tapın. Baxaq.
İndi bura 5-dirsə, bura 5-dirsə, onda bu tərəfdə 5-dir. Bu da hündürlükdür. 5 3 ona C hündürlüyü 4 olur. Onda AB-yə 3 bucaqlı da, kör bucaqlı 3 bucaqlı. A-dan çəkilən hündürlük elə bunu silirəm. Yəni hündürlük çəksək B-nin uzantısına 4-ə bərabər olacaq bu da. Onda 5 vur 4 bölü 2. AB-nin sayısını tapmaq üçün oturacağı 5, hündürlüyü 4 bölü 2, bu deyəcək 10. Deməli 1-ə uyğun gələcək 5, 1-ə uyğun gələcək 10 B variantı. Sonra baxıram 1-ə başqa hansı uyğun gəlir. 1-i tapmaq üçün B-yə vur C-F bölü 2. Bu da düz gəlir. Y-bən də düz gəlir. Sonra bura 4 idi. Bura 3, bura 12, bura 5. Burada 5. Onda bu tərəfdə olur 7. ABCD poliqramının sahəsi. ABCD poliqramının sahəsi 2 dənə AYD-yə bərabərdir. Düzdür. D-bəndir. Və sahəsinə baxaq ki, neçədir? Hündürlüyü 4-dür. Hündürlüyü 4. 4 hansı tərəfə çəkilib? AD tərəfinə. Yəni 12 vur 4, 48 olacaq. Bir də A uyğun gəlir. A bəndi getdi, B getdi, D getdi, Y getdi. Qaldı bir dənə C. A, Y, C-dir. A, Y, C, D-nin də sahəsi 38 verir. Baxaq. Poliqramın sahəsi 48-dir. Onda A, Y-nin sahəsi 24-dür. 48-in yarısı. Bir də biz nəyi tapaq? A, Y, C, D-ni. Əslində A, Y, C, D-ni deməli trapeziya ilə tapa bilərik. 7 trapeziyanın sahəsi necə tapılır? Oturacaqlar cəminin yarısı 7 üstə gəl 12 bölü 2 vur h. H-ımız da 4 onsuz. 4 da eləyir 19 vur 2 38. C variantı. Bu şəkildə hamısı hesablandı. Deməli 48 49 yazmıram, onu özünüz yazarsınız. Yəni sahələrdə verilib. Keçək ətraflıya 50-ci suala baxaq. Deməli, ABCD poliqramında O diaqonalının kəsişmə nöqtəsidir. O diaqonalının kəsişmə nöqtəsidir və BM bərabərdir MC-yə, yəni M orta nöqtədir. Və O da orta nöqtə olduğundan deməli OM orta xətt olacaq. ABC üçbucağının OM orta xətt olacaq. Deyir ki, ABCD poliqramının sayəsi 32-dir. MOC-nin sayəsini tapın. Əgər ABC-nin sayəsi 32-dirsə, SABC-nin də sayəsi olacaq 16. Sonra digər tərəfdən OM də dedik ki, ABC üçbucağın orta xəttidir və orta xəttin ayırdığı sahə, orta xəttin ayırdığı SMOC sahəsi SABC-nin sahəsinin 4-dən biridir. Yəni 16 bölü 4 olacaq 4. 50-ci sualda da cavab 4. 51 də bundan eynidir. Keçirəm 52-ci suala. 52-ci sualda nə deyir bizə? Deyir ki, ölçüləri 4-6 olan düzbucaqlı formasında, torpaq sahəsində, deməli, ölçüləri 4 və 6 olan düzbucaqlı formasında torpaq sahəsində küncləri bu sahənin orta nöqtələrində yerləşən, yəni 4-ün yarısı 2, 2, 3, 3. 2, 2, 3, 3. Bu şəkildə bölən yerləşən şəkildəki kimi dördbucaqlı şəklində hovuz tiklə. Hovuzun sahəsini hesablayın. Bu hovuzun sahəsini hesablayın deyir. Biz bu hovuz rombdur. Bunun bir diaqonalı, deməli, düzbucaqlının uzunu, yəni 3. Adlandıraq bunu A, B, C, D. AC diaqonalı bərabərdir 6-ya. BD diaqonalı da çəksək, BD diaqonalı bərabərdir 4-ə. Onda S də bərabərdir 2-də 1, D1, D2 üstünə əsasən. O da olur 2-də 1, 6 vur 4 olacaq 12. 52-də 12, 53 də bundan indi keçirəm 54-cü suala. 54-ün şəklini çəkək. ABC, deməli, A, B, C, D. Buradan. Deyir ki, ABCD poliqramında AB tərəfi 4-dür. AB tərəfi 4-dür. BAD bucağı 60 dərəcədir. Onda bu tərəf 120 dərəcə olur. Bu bucaq daha doğrusu. M nöqtəsi BC tərəfində ixtiyari nöqtədir. AMD üçbucağın sahəsi 7 köküçdür. Bura 7 köküçdürsə, onda poliqramın sahəsi olur 14 köküç. Üçbucağın sahəsinin iki mislidir. Poliqramın perimetrini tapın. Yazıram. S poliqram nəyə bərabərdir sahəsi? Tərəfi AB, vur digər tərəf BC, vurulsun bucaq sinus 120 dərəcə. 120 dərəcə. Buradan da 14 kök 3 bərabərdir. AB tərəfi 4-dür, BC tərəfini bilmirəm. Sinus 120-dədir, kök 3 bölü 2-dir. Kök 3-lər gedir, 4-lə 2, BC olur, deməli 7. BC tərəfimiz 7, sonra A dedi 7. Və bizdən poliqram perimetrini istəyir. 2 vurulsun 4 plus 7, yəni 22. O da
da 22, 54-də də oldu 22. Keçirəm 55-ci suala, yəni sonuncu sual 55-ci gəlin aldı, eyni tipli sual. 55-ci sualda. Şəklini çəkəcəm bu hissədə. Çünki böyük şəkil üstündə işləmək daha rahatdır. A, B, C, D. Yazdıq. Bura K, burada bir Y nöqtəsidir. İndi baxaq, ABCD poleqramında A və D bucaqlanan tənbölənlər K nöqtəsində kəsişir. Deməli, tənbölənlərdir. K nöqtəsində kəsişir. A və D-nin tənbölənləri bura 90 dərəcə. Və deyir, Y-də 2-dir. Y-də 2-dir, A-Y 8-dir. ABCD-nin sahəsi də 120 olarsa, AB tərəfinin uzunluğunu tap. Baxaq, biz bilirik ki, burada buna H yazıram. ADK düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın təpədən çəkilən hündürlüyü H-ın kvadratı bərabərdir 2 vur 8-ə. Buradan da H bərabərdir 16-ya, H da bərabərdir 4-ə. H-ı 4 tapdıq. Bu şəkildə. Deməli, bu hündürlüyü tam şəkildə uzadıram. Amma hündürlükdə. Burada KF yazıram. İndi biz bilirik ki, poleqramın sahəsini necə tapırıq? YF hündürlüyü vur həmin tərəfə çəkilib. Hansı tərəfə çəkilib? AD tərəfinə. Bərabərdir 120-yə. Deməli, YF hündürlüyü YF kimi yazıram. AD tərəfimiz 10-dur, bərabərdir 120-yə. Onda YF bərabərdir 12 olur. YF 12-dir. Biz H-ı neçə tapmışıq? H-ı tapmışıq 4. Burada 4 sonda bu tərəf 8. KF tərəfdə 8. Yaxşı, hündürlüyü tapdıq. Bizdən nə istəyir? Bizə deyir ki, bunun AB tərəfinin uzunluğunu tapın. Bunun hündürlüyü, deməli, baxaq. İndi baxaq. Deməli, buradan bir dənə hündürlük çəkirəm. Biz demişdik ki, AYK əgər AY tənböləndirsə, YK 4-ə bərabərsə, onda bu tərəfə çəkilən hündürlük də 4-dür. Və 4, onda burada 8 olur. Burada bir A deyirəm özüm. Eynisini yuxarıda çəkirəm. Bu hündürlüyü tamamlayıram, yəni yuxarıya. Yenə DK tənböləndir. Tənböləndirsə, Y-dən K-ya qədər 4 idisə, onda K-dan bura nə yazıq? Elə. K-dan elə qədər də 4-dür. Onda bura 2-dirsə, bu tərəfdə 2 olur. Və biz buradan LM hündürlüyündə 8 tapdıq. LM hündürlüyündə 8 tapdıq. Bu 8 hündürlüyü, yəni 8 hansı tərəfə çəkilib? 8 plus A tərəfinə. Bərabərli sahəyə, yəni 120-yə. Buradan da 120, buradan da olacaq 10-da. 8 plus A bərabərli 120-nin 8-ə böləndə. Bir dəfə. 40-da da 5, 15-ə. Deməli, A da olur 7. Bizdən hansı tərəfi? AB tərəfin. Elə AB tərəfimiz bizim 8 plus A-dır. O da 15. KF-i burada 8 tapmağımız bizim işimizə yaradı. Əslində yaramadı. Amma yenə tapmışdıq işte.